Sizcə müsəlmanlar ətağaya inanmalıdır? Ətağanın kim olduğunu bilmirəm. Məncə müsəlmanlığa da aidiyyatı yoxdur. Məncə yox. Çünki yəni ətağa hamının ağzına düşür. Kim nə söz işlədir, yəni inanmayan da hamı ətağa deyir. Yəni ətağanı heç eləyiblər. Yəni bir qəpiklə necə söyüş ağzına alırsan bir qəpiklə elə. Yəni məncə yox, inanmamalıdırlar. Ətağa deyəndə yəni Mir Mövsüm ağa nəzərdə tutulur. Yəni mənə elə gəlir ki, ağlı olan insan, cahil olmayan insan əlbəttə inanmamalıdır. Yəni mənim fikrimdir, fikir olaraq. Allahdan başqa Allah yoxdur da məncə. Yəni o məncə ola bilər ki, biz nəyə görə onlara inanırıq? Siz özünüzə sual vermişsiniz, niyə inanırıq? Yox, o mən sizə deyim. Vaxtilə qalmışıq İranın əsarətinin altında. İran da bizim cahilliyimizdən istifadə edib və bizə yedizdirib ki, sən buna inanmalısan. Bu belə olmalıdır. Dağa, daşa, taxtıya, nə bilim. Yəni, o Hindusları biz bəyənmirik yerdən. Amma bizim bəzi ocaqlarımız var, gedirsən daşa tütürüb daş yapışdırırlar ora, qənd yapışdırırlar. Elə şeylərə inanmaq olar. Ha? Allah ona görə də hamımıza kömək olsun. İnşallah. Məncə yox. Çünki Quran-ı Kərimdə də deyilir ki, yalan deyirəm hansı surəsində ki, heç bir insan özünə büt yaratmasın. Hər bir insan canlı varlıqdır, amma yaradan heç bir insana özünə məxsus bir şey verməyib. Allah təkdir və hansısa insana ona əstəğfurullah bərabər eləmə məncə müsəlman inamına zidd gedir. Yox. Çünki o da hamı kimi bir seyiddir də, yəni belə baxanda mən də seyid nəslindən gəlirəm. Yəni məncə bir seyidə yəni inanıb ona şey eləmək, tapmaq, itaət eləmək belə deyim də, düzgün deyil məncə. Yəni ona and içmək məncə düzgün deyil. Məncə inanmalı deyirlər, çünki özüm də inanmıram. Heç kimə də məsləhət görmürəm inanmaya. Özünə kömək eləyə bilməyən adam başqasına necə kömək eləyə bilər ki? Bu qədər. Məncə xeyr, ətağaya inanmamalıdırlar. Yəni onsuz da heç kim onu inanaraq demir. Valla özümü bu məsələlərlə bağlı çox bilən adam hesab eləmirəm, yəni bilmirəm, yəni inanmalı deyə yox. Yəni bu arada elə dərin məlumatım yoxdur ki, inanım ya inanmayayım. Elə bir bilgim yoxdur yəni mövzuda. Valla inanc elə bir şeydir ki, burada sən insana qadağa qoya bilməzsən ki, inanmalıdır, yəni inanmamalıdır. Yəni inanc insanın içindən gələn bir şeydir. Ətağaya inan və yaxud da hansı bir daşa və yaxud da pivə turkasına inan, sənə rahatlıq verirsə, inanmalıdır yəni. İnsanın birinci öz rahatlığıdır. Yəni o səhviyə mən yox, inanmıyorum, yəni inancım yoxdur. Yəni inandığım şeylər başqa bir şeylərdir. Bilmirəm, müsəlmanlar özləri bilər. Mən tanımıram onu. Sizcə müsəlmanlar ətağaya inanmalıdır? Ətağaya elə bil ki, ətağa sözü fransız sözüdür. Ət bir də ağa inandı da. O ətdəki iki yerə ayrılır. Mal əti, bir də ki toyuq ətdə. O ətdəki yəni qənimətdir də, yəni nə deyirlər, qismətdir də. O ətə inanmalıyıq. Yəni bir dənə də söz var ki, yəni müsəlmanlar inanmalıdır da. Yəni deyirlər ki, ətağa nədən qorxur? Yəni nədən qorxur? Ət çəkən maşından qorxur da. Yəni ətağa inanmalıyıq, hamımız inanmalıyıq. Allahu Əkbər.